Hi guys, bu cümləni ingilis dilinə çeviririk. Ürəyim az qalır ki, yerindən çıxsın. İlk öncə cümlədəki bütün sözləri yazırıq, daha sonra o cümlədəki sözləri ardıcıllığı bir yerdə qururuq. Ürəyim sözü nədir ingilis dilində? My heart. Okay? Az qalır ki. Az qalır ki ifadəsi to be, about, to. Bu to be nə deməkdir? Bu to be o deməkdir ki, hər hansısa bir sözü yadınızda qalsın. Lüğətdə əgər biz to be yazırıqsa, to be olaraq öyrəniriksə, bu o deməkdir ki, biz onu cümlədə işlətdikdə to be-nin yerinə am, is, are, artıq hansı uyğun gəlirsə onu qoyuruq. Yerindən. Burada çox yerindən sözü my place falan demirik. Ürəyin yeri haradır? My chest. İndi burada məndən söhbət gedir deyə my chest deyirəm, your chest də ola bilər. Ürəyin az qalır ki, yerindən çıxır desək, o zaman your chest olacaq. Daha sonra çıxmaq. Hər hansısa bir şeyin çöldən içəri çıxmağı, yəni türklər demişkən bir növ fırlamağı deyiriksə, jump out of. Deməli, indi biz burada ardıcıllığımızı qururuq. Ardıcıllığımız necə olacaq? Azərbaycan da nə ilə başlayırsa, ingilis dilində onu ilə başlayacaq. My heart az qalır ki is about to. Bundan sonra hərəkəti qoymalıyam. Çünki ingilislə hərəkətləri əvvələ qoyuruq. To jump out of jump out of yerindən my chest. Okay? Bunu deyim ki, burada m və y-dır. Yəni gəlib də kimsə rəy yazmasın ki, orada heç nə başa düşmür. My. Bir dənə də belə ayrıca da yazım. My. Okay? Zərətqan bitdim.